kimi 9-cu əsrdə ərəb xilafəti zəiflədikdən sonra bir neçə dövlətlərə parçalanır. Təbii ki, Azərbaycanda da feodal dövlətlər yaranacaqdır. Bu feodal dövlətlər içərisində Şirvanşah, Saci, Salari, Rəvvadi, Şəddadilər yaranacaqdır. Feodal dövlətlərin yaranmasının Azərbaycan üçün tarixi əhəmiyyəti nə idi? Azərbaycan dövlətçi ənənələri yenidən bərpa ediləcəkdir və Azərbaycanda yerli dövlətlərin yaranması əsası qoyulur. Amma feodal dövlətlərin yaranmasına Azərbaycanda həmçinin feodal pərakəndəliyin də əsası qoyulur. Azərbaycanda yaranan ilk feodal dövlət Şirvanşahlar dövlətidir. Şirvanşah dövləti Azərbaycan şimali Azərbaycanda yaranmışdı. Yəni belə deyək də, bölgə olaraq Azərbaycan indiki Kür çayından yuxarı bölgədə yaranacaqdı. Bu bölgədə yaranacaqdı. Yaranması, şimalda yaranması Albaniyana oxşar cəhət idi. Şirvanşahları Məziyyədi sülaləsinin əsasını qoymuşdu. Məziyyədləri ərəb mənşəlidir, 8-ci əsrdə köçmüşlər bura və 8-ci əsrdə mərkəzi Bərdə olan əmirlik yaradacaqlar. Mərkəzi Bərdə olan Bərdə əmirliyi yaradacaqlar. 859-cu ildə isə beləliklə Məhəmməd ibn Yezid tərəfindən əmirliyin mərkəzi Gəncəyə köçürüləcək. 861-ci ildə isə Heysəm ibn Xalid tərəfindən xilafət daxilində çəkişmələrdən istifadə edərək mərkəzi Şirvan şəhəri olan Şirvanşahlar dövlətinin əsasını qoyacaqdı və yaxud da Yezidiyyə şəhəri olan Şirvanşah dövlətinin əsasını qoyacaqdı. Ölkənin başında şah duracaqdı, ikinci şəxs baş vəzir idi, vilayətləri isə idarə edəcəkdi şəhzadələr olacaqdı. 918-ci ildə Əbu Tahirin belə deyək, göstərişi ilə paytaxt Şamaxı şəhərinə köçürüləcək. 10-cu əsrin 80-ci illərində isə Şirvanşahlar özlərinə Bərdə, Beyləqan, Sanariyə, Tabasaran və 988-də isə Dərbənd hakimliyini özlərinə asılı vəziyyətə salacaqdır. Şirvanşahlar dövləti Azərbaycan feodal dövlətləri içərisində ən uzun ömürlü feodal dövlət hesab olunur. Şirvanşahların da yaranmasının tarixi əhəmiyyəti Azərbaycanda dövlətçi ənənələrinin yenidən dirçəlməsi idi. Bir də şimalda gələn hücumların qarşısını qismən alacaq. Tamamilə sözü biraz yanlış çıxar, ona görə də qismən alınacaq. Yəni belə bir şey deyil. Azərbaycanda ikinci feodal dövlətimiz isə Sacilər idi. Azərbaycanın cənubunda yaranmışdı. Cənubda yaranması Manna və bir də Atropatena ilə oxşar cəhət sayılacaqdı. Sacilər sülaləsinin banisi Əbu Sac Divdat olacaqdı. Əbu Sac Divdat olacaqdı. Bu sülalə Afşin ləqəbi daşıyırdı. Afşin bilirsiniz ki, Xürrəm ərəşatını yatıran şəxs olmuşdu. Əbu Sac Divdat da ərəb xilafətinə belə xidmət eləyirdi. Sonra bu dövrdə belə deyək də 898-ci ildə Məhəmməd ibn Əbu Sac tərəfindən dövlətin əsası qoyulur. Azərbaycan cənubunda yaranır, paytaxt şəhəri isə keçmiş ərəb canişinliyi olan Marağa şəhərinin, yəni buranın belə deyək də mərkəzi olacaq. Məhəmməd ibn Əbu Sac Azərbaycanın belə cənubda yaranacaq Ani dəvri birləşdirəcəkdir. Bununla bərabərində isə paralelində Gürcüstana da yürüyüş edir. Amma ən qüdrətli hökmdarı Yusif ibn Əbu Sac idi. Yusif ibn Əbu Sac 912-ci ildə xilafət sarayına xərac göndərməyə dayandırır. Bu xilafətlə toqquşmalara gətirir, çıxarır. 917-919-cu illərdə bu toqquşmalarda belə deyək də nəticəsində Yusif ibn Əbu Sac əsir düşəcək. Əsir düşür, lakin xəlifə onun Azərbaycandakı nüfuzunu nəzərə alır və xalqın çıxışları, üsyanların qarşısını ala bilmədiyi üçün Yusifi azadlıqdan azadlığa buraxacaqlar. Yusif ibn Əbu Sacın xilafətə qarşı müharibə aparması Saciləri Sasani, Albaniya, Bizans, Xəzər xaqanlığı, Çin dövlətindən oxşar cəhət hesab eləmək olar. Yusif hakimiyyətə gəldikdən sonra paytaxtı Ərdəbilə köçürəcəkdi. Sonra Şirvanşahlar dövlətini tabe eləyəcəkdi və həmçinin Dərbənd hakimliyini tabe eləyəcəkdi. Bununla da Azərbaycanı vahid şəkildə birləşdirəcəkdi. Bundan sonra isə Rey uğrunda Samanilərlə müharibə aparır. Samanilərlə də müharibə aparması Qaraxani Qəznəvi ilə də oxşar cəhət hesab olunacaq. Sonuncu hökmdar isə Deysəm olacaqdı. Deysəmin dövründə dövlət zəifləyir və 941-ci ildə Mərzban ibn Məhəmməd tərəfindən dövlətin varlığına son qoyulacaqdı.
Üçüncü feodal dövlətimiz isə Salarilər dövlətidir. Əsasını Mərzban ibn Məhəmməd qoymuşdu. Mərzban ibn Məhəmməd. Ümumiyyətlə Salari dövləti də, Sadi dövləti türk mənşəli dövlətləri idilər. Salarilər dövləti dedik yaranır, paytaxtda Ərdəbildir, türk mənşəli idi. Salarilər digər feodal dövlətlərini fərqləndirən cəhət nə idi? Xəzər dənizində ticarət donanması, hərbi donanma verə bilməzsiniz. Çünki Xəzər dənizində ticarət donanması verirsiniz. Qanunnamə qəbul edəcəkdir. Bir də daha geniş əraziyə malikdir. Qanunnamə qəbul qanunlar toplusu eləməsi belə deyək də, Sinşuxan da Aşokana oxşar cəhətdir. Bundan da deyək. Qanunnamə qəbul etmək məqsədi vergi işini nizama salmaqdır, vergiləri qaydaya salmaqdır və ölkənin nizam intisamını artırmaqdır. 944-cü ildə Slavyanların hücumuna məruz qalır, Bərdə şəhəri dağıdılacaqdı. Elə həmin ildə, yəni həmin dövrdə daha doğrusu Mosul hakiminin hücumuna məruz qalacaqdı. Sonra Şirvanşahları tabe eləyəcəkdi, Azərbaycanı vahid şəkildə birləşdirəcəkdi, həmçinin Dərbəndi də tabe eləmiş hesab olunacaq. Lakin İbrahimin dövründə, İbrahim ibn Mərzban dövründə dövlət zəifləyir. 971-ci ildə şimalda Şəddadi dövlət yaranacaqdı. 981-ci ildə isə belə deyək də dövlət süqut eləyib yerinə Rəvvadır. Sadinə Saların oxşar cəhdi türk mənşəli olması, cənubda yaranması, paytaxtın Ərdəbil olması, Katti-Kaxetiyə çarlarına qarşı mübarizə, Şirvanşahları və Dərbənd hakimliyini asla salmaq və Azərbaycanı vahid halda birləşdirməkdir. Bu dövrdə feodal dövlətlərlə bərabər Tiflis Müsəlman əmirliyi yaranmışdı, Şəki hakimliyi yaranmışdı, bir də Dərbənd əmirliyi yaranacaqdı. Tiflis Müsəlman əmirliyi 8-ci əsr 30-cu ildə yaransa da 9-cu əsrdə müstəqillik əldə eləmişdi. Cəfərilər, Şüeybilər, Şeybanilər tərəfindən idarə olunurdu. Lakin 1121 Dilqoridə məğlub olurlar, 1122-ci ildə Tiflis Müsəlmanı süqut edəcək. Şəki hakimlə bağlı bir cümlə bəs eləyir, Xristian dünyasının İslam dünyası arasında mübarizə meydana çevrilir. Dərbənd hakimini ərəb mənşəli hakimlər idarə edirdi, Şirvanşahlarla eyni də oxşardı və 869-cu ildə yaranmışdılar və lakin 988-ci ildə Şirvanşahlardan 10-cu əsrdə Sacı Salardan asılı düşmüşlər. 1075-ci ildə Şirvanşahlar tərəfindən süquta uğradılacaqdır. Bu da bizim sizə dərsimiz. Qiymət deyəndə basın yazın. Hə, söz.